Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda bədbəxt hadisə baş verib. Hadisə Nəsimi rayonunda qeydə alınıb. 12 yaşlı yazdan Pənah Atilla Puriya yaşadığı binanın 14-cü mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğunda aparılır. Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası olub. Hadisə saat 01:40 radələrində Nərmanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Ramin Həsənovun idarə etdiyi Kia Rio markalı avtomobil beton dirəyə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan Elman Cəbralovun idarə etdiyi Chevrolet Cruze markalı avtomobillə toqquşub. Nəticədə Həsənov xəstəxanaya aparılarkən vəfat edib. Bildirilir ki, qəzada həyatını itirən sürücü Bakıda bir neçə restorana sahib olub. Faktla bağlı cinayət işi başlanılıb. Ağcabədidə faciəli hadisə baş verib. Hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb. 2 yaşlı Zəfər Səfəroğlu Qurbanzadə yaşadığı evdə qaynar su içib. Ağız boşluğuna yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. Faktla bağlı araşdırma aparılır.